Çiçək tozu və ya polen arıların çiçəkli bitkilərdən topladığı erkək orqan hüceyrələridir. Çiçək tozu və ya polen arılar üçün əsas qida mənbəyidir. Çiçək tozu baldan 12 dəfə daha güclü qida hesab olunur. Çünki balla müqayisədə çiçək tozu yüksək keyfiyyətli protein və doymamış yağ turşuları ilə daha çox zəngindir. İnsan bir günlük protein ehtiyacını sadəcə 20 qram çiçək tozu qəbul etməklə tam ödəyə bilər. Orqanizmə lazım olan amin turşularının miqdarı çiçək tozunda ət, pendir və yumurtadan 5-7 dəfə daha çoxdur. Çiçək tozu hüceyrələrinin tərkibində 400-ə yaxın komponent, mikroelement, ferment, vitamin, bitki hormonları və sair vardır ki, bunlar da öz növbəsində orqanizmdə yeni hüceyrələrin əmələ gəlməsi, habelə bədəndə gedən digər kimyəvi proseslərdə çox önəmli rol oynayırlar. Çiçək tozunun tərkibində 27 cür element var və onların təsiri nəticəsində immunitet güclənir və onkoloji xəstəliklərin riski ən minimal həddə çatır. Çiçək tozu dənəsi təbii dopinq olaraq qəbul edilir. Bir çiçək tozu dənəsi bioloji tərkibi və qida dəyərinə görə bir qara kürü dənəsinə bərabərdir. Sübut olunub ki, 41 qram çiçək tozunda olan rutin vitamini bir çox insanlarda beyin qanaması və ürək çatışmamazlığının qarşısını alır. O bədənin enerjisini artırır, əqli düşünmə qabiliyyətini gücləndirir, yorğunluğu aradan qaldırır. Bu səbəbdən çiçək tozu elm adamları, tələbələr, idman